Değerli izleyenler, programımıza hoş geldiniz. Her hafta olduğu gibi bu haftada Ehl-i Beyt Coğrafyası programıyla sizlerle birlikteyiz. Bu hafta Kur'an'ın ışığında Peygamberimizin ve Ehl-i Beyt'inin öğretilerini yine öğrenmeye, işlemeye devam ediyoruz. Bu hafta yine hepimizi yakından ilgilendiren bir konumuz var. Kur'an ve hadislerde barış ve hoşgörüyü konuşacağız bugün. Değerli konuklarımı tanıtarak programımıza başlayalım. Azerbaycan ilahiyatçılarından Samir Azizov hocamız bu akşam bizlerle birlikte olacak. Hocam hayırlı akşamlar. Hayırlı akşamlar. Her birinize. Merhaba. Ve daimi konuğumuz Caferi Alimi Sayın Güven Dumanlı hocamız bizlerle birlikte olacak. Hocam hayırlı akşamlar, hoş geldiniz. Merhaba, hoş geldiniz. Samir hocamız da bizi şu anda izliyor. Yayınımıza katıldı. Hocam sen de hoş geldin. Şeref verdin bize. Kıymetli üstad. Hoş gördüğünüz Allah her birinizi korusun Allah. Evet değerli hocam, isterseniz ilk olarak sizinle başlamak istiyorum programımıza, sorularımla. Bu arada hatırlatma yapalım. Değerli izleyicilerimiz, soru ve görüşleriniz için ekrandaki WhatsApp iletişim hattı üzerinden bizlere iletebilirsiniz diyelim. Değerli Samir hocam, bireysel barış ve insanların birbirini affetmesi ve hoşgörülü olması neden ve nasıl olmalıdır? Bir daha hoş gördük her birinizi. Mehriban da bağışlayan Allah'ın adıyla bir nöbede ekran karşısında bütün Müslüman vatandaşlarımızı salamlayıram. Bu mübarek ayın samasıyla beraber her birine Allah karşısında ibadet ve itaat göstermelerini, bu mübarek ayında teslimiyet ruhunu ve bağışlayan bütün insanlık coğrafyasına, İslam coğrafyasına hakim olmasını Allah'tan temenni ederim. Evet, sağ olun hocam, teşekkür ederim. Dilerseniz sorumu tekrarlayayım hocam sizlere. Sağ olun. Bireysel barış ve toplumsal barış, hoşgörü, affedici olma konularını işleyeceğiz bugün demiştik. İlk sorum da bu yönde olacak hocam. Bireysel barış ve toplumda insanların birbirini affetmesi neden önemlidir hocam? İlk önce biz bunu bilgileyek ki İslam bakımından Allah müteahhit meselelere necə yanaşıyor, hansı yanaşmaları tərcih edir. Biz Allah'ın kitabına baktığımız zaman görürük ki baştan başa Kur'an surelerinin 113'ü mehriban ve bağışlayan Allah'ın adıyla. Ve Neml suresini de ona katsak ve burada 114 aye mehriban ve bağışlayan Allah'ın adıyla. Meseleni belə qeyd edək. Allah'ın isteği, İslam'da hakim olan esas mesele insanların nizamı, sülhün hakim olması, barışın, rəhmətin cəmiyyətlərdə hakim olmasıdır. İlkin əsas bundan ibarət. Kur'an-ı Kerim'in ilk qissəsinə baktığımız zaman ilk insanlık qissəsi Qabil ve Habil'in qissəsidir. O qissədə maraqlı bir nöqtə var. Allah müteal iki şəxsdən qurban qəbul edir. Qurban tələb edir. Qabil'in ve Habil'in qurbanları. Allah Habil'in qurbanını qəbul edir, ama Qabil'in qurbanını qəbul etmir. Bakın, niye məhz Habil'in qurbanı qəbuldur, Qabil'in qurbanı qəbul deyil? Her ikisi Allah karşısında ibadet edir. Her ikisi qəbula icabet edir. Her ikisi müsbət cavab verir. Ama biri yaxşı insandır. Allah dərgahında
Allahın suallarına müsbət cavab verən şəxsdir. Təqvalı şəxsdir. Biri pis insan deyil, amma yaxşının saxtasıdır. Yəni, yaxşı insanın bir növ bizə biz tərəfindən qəbul olmayan, biz tərəfindən bəlkə də qəbul olunub, Allah tərəfindən qəbul olmayan bir versiyasıdır. Hər ikisi cəmiyyətə özünü yaxşı insan kimi təqdim eləmək istəyir. Amma Allah Müteal görürsünüz ki, Qabilin içərisindəki nifrəti aşkarlayır. Qabilin içərisindəki qatil ruhunu aşkarlayır və bunu qınıyır. Demək istəyir ki, hər hoşgörü və barış ifadə edən şəxs rəqti olaraq barış tərəfdarı deyil. Barış tərəfdarı olmaq üçün ilk növbədə Allaha təslimiyyət ruhu hakim olmalıdır. Allaha təslimiyyət ruhu hakim olduqdan sonra o cəmiyyətdə nizam hakim olacaq. Bunu İslam məntiqini kənara qoysaq, bu günləri bəşəriyyət məntiqi də, bəşər ağlı da bu qənaətə gəlib çıxıb ki, artıq cəmiyyət barış adına iddia eləyənlərdən qoyur. Barışı həqiqi mənada təqdim eləyənlərin axtarışındadır. Düzgün mənada təqdimatının axtarışındadır. İslam dini də bu təqdimatı əsl gözəl şəkildə təqdim edir. Bunun üçün Quran-ı Kərimin yanaşması necədir Peyğəmbərimizə? Rəhmətən lil aləmin, aləmlərə rəhmət. Çox maraqlıdır, aləmlərə rəhmət. İndi biz həm də Rəcəb ayının içərisindəyik. Rəcəb ayı hədislərdə gəlir ki, Allahın ən çox hörmət göstərdiyi və rəhmət ayı sayılır. Mən istəyərdim bu mövzuya rəhmət zaviyəsindən, rəhmət prizmasından bir təqdimat ortaya qoyum. Peyğəmbər aləmlərə rəhmətdir. Həzrət Əli Əleyhisselam öz xilafəti dövründə bir şəxs, Allahı inkar edən bir şəxs, Həzrət Əli Əleyhisselama belə bir sual verir. Deyir ki, bir çox suallar, bu suallardan biri bundan ibarətdir ki, niyə Peyğəmbər möminlərə, müsəlmanlara rəhmət olaraq yox, aləmlərə rəhmət olaraq təqdim olunur Quran-ı Kərimdə. Axı mən Allahı qəbul etmədən, həmin o şəxsin dediyinə desə, mən Allahı qəbul etmirəm, Peyğəmbəri qəbul etmirəm, Peyğəmbər mənə necə rəhmət ola bilər? Həzrət Əleyhisselam çox maraqlı cavab verir. Deyir ki, siz ki, burada hidayət mənasında başa düşürsünüz, bu səhv anlayışıdır. Yəni, əgər hidayət mənasında qəbul etmiş olsa, gərək insanlıq aləmində olan hər bir şəxs Peyğəmbərin dəvəti əsasında hidayət tapar. Evet. Amma siz ki, Allah'ı inkar edirsiniz, Peyğəmbəri inkar edirsiniz, demək ki, burada hidayət mənasında qəbul olunmur. Bir, çox maraqlı bir başlanğıc gətirir. Buyurur ki, bütün Peyğəmbərlər, bizim Peyğəmbərimiz haric istisna, bütün Peyğəmbərlər aşkar dəlillə cəmiyyətə öz dəvətlərini təqdim edirlər. Aşkar dəlillər. İşarə ilə yox, aşkar dəlillərdir. Və Peyğəmbər qəbul etməyən şəxslər də o dəvətin müqabilində inkar etdikləri sürədə, inkar etdikləri müddətdə əzabla Allah tərəfindən təhdid olunur. Yəni ki, əzab göndəriləcək. Bəziləri ki, Peyğəmbərlərini yalançı adlandırdılar
və əzaba da düçar oldular. Evet, evet hocam. Amma Peyğəmbərimiz ərəb dili ifadəsilə belə deyək. Bə'əzəhu bir-təriz və lə bir-təfrih. Allah o bizim Peyğəmbərimizi işarə ilə göndərir. Aşkar dəlillə göndərir. Burada məsələ nədən ibarətdir? Yəni o Peyğəmbərlər ki, bizdən öncəki Peyğəmbərlər deyil, onların dəvətinə cavab verməyən şəxslər əzaba gedirdilər, əzaba düçar olurdular. Amma bizim Peyğəmbərimiz ki, öz dəvətini işarə ilə, ima ilə çatdırır, o dəvətin müqabilində kimlər ki qəbul edəmir, kimlər ki Peyğəmbərin dəvətinə icabət etmir, əzaba düşərdir. Bu da Peyğəmbərin rəhmətindən. Evet hocam. Yəni bir ateistin Allah'ı inkar etməsi və inkar üzərindən əzaba düşər olmaması yenə Peyğəmbərin aləmlərə rəhmət olması səbəbindəndir. Hətta bu rəvayətin davamında maraqlı bir ifadə deyir. Deyir ki, yoxsa Peyğəmbər belə deyərdi, Əli məndən sonra xəlifədir və onu inkar edən də əzaba düşər olar. Amma necə deyir? Mən kimin mövlasıyamsa, Əli onun mövlasıdır. Bir növ mövla sözünün içərisində saxladı məsələni. Evet, Yani bu konu güzel bir noktaya değindiniz. Bu konuyu biraz daha dinlemek isteriz. Çok maraqlı bir ifadədir ki, Peyğəmbərimiz özü Allah'tan olan arzuları özünə çəkərək ümmətin əzaba düçar olmasını istəmir. Ümmət, məsələn, Quran-ı Kərimin Ənfal surəsinin ayəsinə əsasən belədir ki, Peyğəmbər, sən onların arasında olduğun müddətdə Allah onlara əzab nazil edən deyildir. Değil, evet. Yəni bir növ Peyğəmbərimizin varlığı bütün kainatı, bütün aləmləri əhatə edir. Bu zaviyədən məsələyə baxmış olsa, İslam dininin nə qədər böyük bir əhəmiyyət daşıdığını görmüş oluruq. Nə qədər məsələlərə hoşgörü tərəfdən baxmış olduğunu görürük. Hətta Allah'ı inkar edən, Peyğəmbəri inkar edən, amma Peyğəmbərlə inatkarcasına, düşməncəsinə mövqe sərgilənməyən hər bir insana qarşı İslam dininin hoşgörü baxışı var. İslam dini bir növ qapı açır ki, öz dəlillərini təqdim etdiyiniz müddətdə siz İslamın barış ruhiyyəsi içərisindəsiniz. Barış əmniyyəti, barış ailəsi, barış evi içərisindəsiniz. Baxın, İslam dininin aləmlərə rəhmət konsepsiyası bütün müsəlman coğrafiyasına hakim olduğu müddətdə insanlar arasındakı hoşgörünün bir metodikası yaranmış olur. Yani bir Peyğəmbərdən bu nümunəni almış oluruz, insanlara da bu şəkildə yanaşmış olur. Yəni həqiqətləri yalın və şəkildə insanların üzərinə çırpmaq Peyğəmbərin əxlaqından deyil. Əhl-i imamları belə bəzən işarə edilən həqiqətləri çatdırırlar ki, insanlar bunu düşünsünlər, özləri buna ağıl etsinlər. Özləri həqiqətlərin içinə çalışsınlar, idrakına çalışsınlar. Məsələn, insanın
insanla bir məsələni aşkar şəkildə çatdırmaqla insanlarla işarə dilində danışmağın arasında bir xoşgörü ədəbi var. Bu xoşgörü ədəbi nədən ibarətdir? Birinci növbədə insanların ağlına edilən ehtiramdır. Yəni, əgər bir insana sən durmadan həqiqətləri təqdim edirsənsə, o insanın düşüncəsinə bir növ ehtiramsızlıq etmiş olursan ki, insanların müəyyən mənada həqiqətlər biraz örtülü şəkildə, biraz işarə şəklində, ima şəklində çatdırılmalıdır ki, insanlar mərifət ağlını işə salaraq ilahi həqiqətlərə yetə bilsinlər. Quran bu metoddan istifadə edir. Peyğəmbər bu metoddan istifadə edir. Həm də bu İslam coğrafiyasının bir barış ruhiyyəsini təşkil edir ki, onlar da bu coğrafiyanın içərisində özlərini əmniyyətdə, təhlükəsizlikdə hiss edə bilsinlər. Onlar da öz fikirlərini, öz düşüncələrini ifadə edə bilsinlər. Hətta İslama müəyyən mənada bir baxışdan baxanlar da, Allah'a tənqidi baxışla baxanlar da, Peyğəmbərə tənqidi baxışla baxanlar belə dəlillərini təqdim etdiyi müddətdə Peyğəmbər tərəfindən, imamlar tərəfindən hər zaman əmniyyətdə olublar. Məlükəsiz bir şəraitdə qəbul edilirlər. Bu çox önəmlidir. Həqiqəti cibdə gəzdirməmək, həqiqəti hər daim əlimdin kimi saxlayıb iki tərəfə nifrət püskürmək, gün püskürmək, barış və xoşgörü sistemini pozar. Barış və xoşgörü məntiqini alt-üst edər. Evet, evet hocam. Mən məsələyə istədim bu şəkildə yanaşım. Hər halda yenidən suallar olsa cevaplandırmağa hazır. Evet hocam, evet. Hocam güzel noktalara değindiniz. Çok sağ olun. Ağzınıza sağlık. Biraz konuya değindiniz aslında ama Peygamberimizden veya Ehl-i Beyt'ten bu konuyla alakalı hadisler olduğunu biliyoruz. Bunlardan biraz örnek alabilir miyiz? Bəli, qeyd elədiyimiz kimi istər Peyğəmbərimiz, istər Peyğəmbərimizdən sonra gələn imamlar öz həyatlarında buna nümunələr göstəriblər. Bu nümunələrdən birini Peyğəmbərimizin timsalında biz göstərmiş olduq. Məsələn, bir nümunəni təqdim eləmiş olduq. Məsələn, bir nümunəsi də bundan ibarətdir ki, Hüdeybiyyə sülhü. Fikir verin, Quran-ı Kərimdə Fətih surəsi digər adıyla Hüdeybiyyə sülhü adlanır. Fətih surəsinin zəmininə diqqət yetirdiyimiz zaman maraqlı bir görüntü ortaya çıxır. Təsəvvür eləyin, kəndək döyüşü təzə olub, artıq Allah'tan bir əmr gəlib, açıq bir fəthlə İslam dini müjdələnib, Peyğəmbərimiz 1500'ə yaxın adamını deməli, silahsız şəkildə Məscid-ül Hərama tərəf hərəkət elətdirir. Göstəriş bundan ibarətdir ki, artıq Allah tərəfindən Allahın evinin ziyarətinə gedə bilərsiniz və 1500 insan əli yalınç şəkildə Məscid-ül Həram deməyək, Həram bölgənin yaxınlığına qədər gəlib çıxır. Çox maraqlı bir mənzərədir. Əslində bu İslamın nə qədər Allah tərəfindən
olduğunun en büyük sübutlarından ve nişanelerinden biridir. Niye? Çünkü maddi dünyada eğer insan dese ki mesela sen daim bir tarafına daim muharebe halındasan. En katı dövüşler baş verir. Dövüşlerin ağırı bu yakınlarda olur. Fəndəy dövüşü. Fəndəy dövüşünden az bir zaman geçtikten sonra sen en has adamlarınla gelip Mekke'nin kanadına kadar gelirsen. Ve el yalın şekilde gelir. Bu maddi dünyada maddi kanunlarla intihara beraber. Yani bir intihardır. Bir insan canına qəsd eləməkdir ki, sen dünene kadar İslam'ı müdafiəsində muharebelerde senin taktiki, senin strateji planların, yani tedbir alırsan, önlem alırsan, ama indi hiçbir tedbirsiz, hiçbir önlemsiz Mekke'nin kenarına kadar gelip çıksan. Evet. El yalın şekilde gelip çıksan ve sözün əsl mənasında İslam tarixində, İslam tarixinin ən qədim mənbələrindən olan İbn-i Hişam sirəsində belə qeyd olunur ki, bunlar gəldilər Məkkənin düz yaxınlığına qədər və Məkkəlilər təəccüb və heyrət içərisində dedilər ki, bunlar neyləmək istəyirlər? Onlar öz tərəfindən diplomatlarını göndərdilər. Diplomatlardan biri də Əmr ibn Əbdüvərdin oğlu Süheyl ibn Əmr idi. Süheyl ibn Əmr gəldi ki, belki bunlar ne etmək istəyirlər? Çünki Məkkəlilərin gözündə Peyğəmbər qan tökən, Peyğəmbər bu növ terörist, indiki anlamda belə deyək, fasad törədən, qan tökən və onların öz əqidələrinə, öz dinlərinə görə Peyğəmbər kafir və növ günah əhli sayılır Peyğəmbərimiz. Evet. Bunlar Peyğəmbərin gəlməsini anlaya bilmirdilər. Və gəldilər, Süheyl və bir neçə nəfər gəldi və onun Peyğəmbərin yanındakı səhabələr olduğu müddətdə gəldilər Peyğəmbərin saqqalına qədər toxunurdular ki, bir növ provokasiya çəksinlər, provokasiya yaratsınlar, təxribat yaratsınlar ki, müsəlmanlar da buna əks reaksiya gösterip orada bir bozuculuk yaratmak istediler. Orada bir növ Kargaşa çıkarmak istiyorlar. Kargaşa çıkarmaktır. Ama onlar baklar Peygamberimizin dəstəmaz almağına, abdest almağına, sahabələrin də o abdestin suyunu, dəstəmazın suyunu necə təbəddüd kimi götürmələrini gördülər. Bir növ Peyğəmbər şəxsiyyətini alçaltmağa çalışdıkları zaman Peyğəmbərin və ətrafını Peyğəmbərin göstərmiş olduğu dəyəri görmüş oldu. Deyirlər ki, bu insanların qarşısında durmaq olmaz. Bu imanın qarşısında dayanmaq olmaz. Bir növ onlar Peyğəmbərə edilən təslimiyyətin, Peyğəmbər göstərilən münasibətə uduzdular. Əslində psixoloji qələbi idi. Psixoloji zəfər idi. Fətih. Yəni Hüdeybiyyə psixoloji zəfərin başlanğıcı idi.
İndi bunu mən niyə qeyd eləmək istəyirəm? Peyğəmbər əgər qan tökən şəxs olsaydı, Peyğəmbər bir terörist kimi gedib girərdi Məkkəyə və maddi qanun bizə təqdim elədiyi, maddi qanunların bizə təqdim elədiyi yollarla Məkkəni əldə eləməyə çalışardı. Evet. Amma Peyğəmbərimiz öz rəftarında hansı tutumu göstərdi? Bir hoşgörü, diyaloqa çalışmaq, hətta Hüdeybiyyə sülhünün məşhur deməli sözləri yazıldığı zaman Süheyl tərəfindən edilən etiraza xoşgörü göstərdi. Dedi ki, o Bismillahirrahmanirrahim sözünü poz. Niyə? Çünki biz Allah'ı qəbul etmirik. Sizin qəbul etdiyiniz Allah'a, sizin qəbul etdiyiniz düşüncəni, ideologiyanı qəbul etmirik. Qəbul etseydik, zaten sizin safınızda olardı, sizin yönünüzde olardı. Evet. Onun için Bismillahirrahmanirrahim poz. Peyğəmbərimiz necə davrandı? Peyğəmbərimiz də bunun həmin o müqavilənin hissəsindən çıxarılmasını Həzrət Əli əleyhissalamdan istədi. Və onu da tutdular. Onu kabul etmediler, Ben- silmelerini istediler ve sildiler mi hocam? Və onu Həzrət Əli əleyhissalama göstəriş verdi ki, Evet. bunu o istədən çıxartdı. Bu məntiq onu göstərir ki, Peyğəmbərini uzaq görəndir. Peyğəmbərimiz hoşgörülüdür. Məntiq olaraq Allahın rəhmanlığını və rəhimliyini bu coğrafiyaya hakim olmasını istəyir. Amma qarşı tərəfində istəklərini nəzərə alır. Bu mənada ki, bir zaman keçdikdən sonra Süheyl adında şəxs Peyğəmbərin saçının yerə töküldüyünü götürüb təbərrük edərək ağlayır. Həmin o Süheyl, o müşriklər tərəfindən, bütpərəstlər tərəfindən gəlmiş olan diplomat sonralar Peyğəmbər saçını təbərrük edir. Peyğəmbərin saçının yerə tökülməsini öz ovuzları arasına alıb öpərək ağlayır. İslamı qəbul edir. Yəni bu İslam baxımından biz hoşgörü və barış məntiqi zaten İslamın məntiqi bundan ibarətdir. Amma Peyğəmbərin metodu daha önəmlidir. Hansı məsələyə hansı şəkildə yanaşmaq, məsələyə hansı şəkildə mövqe sərgiləmək çox önəmlidir. Evet hocam. Ondan sonra Həzrət Əli əleyhissalamda biz görürük ki, fitnə zamanı Həzrət Əli əleyhissalam muşiyə çəkilir, maksimum dərəcədə fitnəkarların fitnə yaratmasının qarşısında dayanır. İstəmir ki, İslama xələl gəlsin. İmam Həsən əleyhissalam sülh müqaviləsinə getməklə müsəlmanların qanlarının tökülməsinin qarşısında dayanır. İmam Hüseyin əleyhissalam görürsən ki, düşmən tərəfin susuz atlarını suvarır. Hətta sonuncu məqamda da qarşı tərəfdən əgər bir nəfər ki, bunun bütün əhlə şəhid etdikdən sonra aman belə istəsələr aman verəcəyinə zəmanət verir. Yəni, bu xoşgörü və insanların sırf məntiqi görün nə qədər insanın ruhiyyəsinə hakimdir ki və çox önəmli budur ki məsələdə yine də tohid
tövhid zaviyyəsi çox önəmlidir. Yəni məsələyə Allah göstərdiyi tərəfdən məsələyə baxmaq. Allahın bax dediyi yerdən baxmaq. Bu çox önəmlidir. Məsələyə öz nəfsi tərəfindən baxmır. Maddi dünyanın qanunları tərəfindən baxaraq intiqam ruhiyyəsi ilə alışıb yanmır. Qarşı tərəfə bir növ o əminamanlığı verir ki, bəlkə hidayət eləmək üçün şans tanıdır. Bir növ fürsət verir ki, o ən çətin məqamda belə Allahına tövbə edib tutduğu yanlış yoldan çəkilsin. Evet. Bəzən bizim İslam adına etdiyimiz təbliğlərin içərisinə nəfsimiz o qədər qarışır ki, biz ayırt edə bilmirik hansı etdiyimiz əməl ilahidir, hansı məsələ bizim nəfsimizdən qaynaqlanır. Bəzən bizim nəfsimizin bizə hakim olan istəklərin adını ilahi qoyuruq. Məsələnin tövhid prizmasından, ilahi prizmasından məsələyə baxmırıq. Bu çox önəmlidir. Əhl-i Beyt imamlarında ki, ilk imamlarda biz bunu bariz şəkildə görmüş oluruq. Evet hocam. Hocam az önce değindiniz Peygamberimizin Ehl-i Beytinin, İmam Ali'nin, İmam Hasan'ın, İmam Hüseyin'in birliğin, toplumun bozulmaması, dağılmaması için çabaladılar. Hatta kendileri zarar görse bile. Bu Ehl-i Beyt imamları için bu milli birliğin, hoşgörünün bozulmaması adına hayatlarından da biraz örnekler verebilir misiniz? Məsələn, bazıları mən istəyirdim onu deyim. İndi sizin məsələyə yenidən toxunmağınız mənim zehnimi onu bir daha zehnimə gətirdi. Buyurun. Həzrət Əli Əsəlamın Malik Əşkərə yazdığı bir məktub var. Evet. Məşhur məktubdur ki, Malik Əşkərin Misrə vali təyin ettiği zaman ona bir məktub yazdı. Bu mektup Neşül Belaga'dan mı hocam? Bəli, Məhdud Balağadandır. Seyircilerimiz Ve- bakabilir Neşül Belaga kitabına. Bəli, Məhdud Balağaya diqqətlə baxmış olsanlar, Malik Əşkərə yazdığı məktubu oxuyarlar Evet. və səhv etmirəmsə, UNESCO tərəfindən də Çində alınmış qiymətli əsərlərdən biri kimi satılır hal-hazırda. Hocam burayı rica etsem bir tekrar edebilir miyiz? Hal-hazırda o məktub UNESCO'nun Evet. bir növ o qiymətli və nadir Evet. dəyərli bir əsər kimi saxladığı əsərlərin tərkibindədir. Önemli Yəni eserler statüsünde. qorunub saxlanılır. Evet, çok güzel hocam. O da çox maraqlı bir ifadə var. Əsas istəyirəm o ifadənin üzərində dayanım. Evet. Biz insanlar iki tərəfdən sizin qardaşınızdır. Biri dində, bir də insanlıqda, yaradılış baxımından qardaşınızdır. Məsələn, bu sənin din qardaşındır. Evet. Zaten İslam dini xüsusi bir qardaşlıq ortalığa qoyur. Müminin qardaşıdır. Buna İslam dinində üfüvvət deyilir. Yəni, müminin çətin anında müminlə bərabər olmaq, onun müşküllərinin, problemlərinin çalışmaq, onu daim yad eləmək, hətta ictimai ibadətlərin bir funksiyası da bundan ibarətdir ki, məsələn, cümə namazlarında mahiyyət olaraq
mahiyyət olaraq mömin qardaşlarından xəbərdar olmaq ruhiyyəsi də cümə namazının belə deyək də vacib olmasının önəmli cəhətlərini bizə ortaya qoyur. Yəni cümə namazı zamanı, cemaat namazı zamanı sən mömin qardaşını görürsən, onun halından xəbərdar tutmuş olursan, bəziləri ki, günənə qədər səndən bərabər idi, amma bugün görmürsənsə, artıq xəbərdar olmuş olursan ki, bundan nəsə bir çətinlik ola bilər, problem ola bilər, müşkülləri ola bilər. Bu, bir növ İslamda olan dayanışmanın, İslamda olan qardaşlığın bariz nümunəsidir. Evet, Cemaat namazı. Açık örneklerinden bir tanesidir cemaat Açık namazı. örneklerinden biri. Özellikle cuma namazı değil mi hocam? Bəli, cuma namazı da cemaat namazı bir növ bunu bariz şəkildə bizə çatdırır ki, təkcə burada cəm şəkildə ibadət etmək deyil də, ibadət bitdikdən sonra sən o dostun, qardaşınla həkim nəkir olaraq bir növ onun əhvalını soruşarsan, onun işləri ilə maraqlanasan, çətinlikləri ilə maraqlanasan, ailəsində olan hansısa bir çətin bir müəyyən bir əngəl məsələlərini, müşkül məsələlərini aradan qaldırasan. Hocam konu gelmişken mesela cemaat namazlarından sonra edilen dualarda da cemaat şeklinde Allah katında daha hayırlı mıdır? Bəli, bəli. Cemaat namazı fərdi namazdan hədislərdə gəlib ki, 24 dəfə artıq fəzilətli sayılır. Kaç hocam? 24 dəfə Evet. daha fəzilətli sayılır. Əgər bir fərdi etdiyiniz ibadət Allah dərgahında müəyyən bir savaba, Allah dərgahında savaba malik isə, o savabın 24 qatı cemaat namazında insan üçün sabitdir. Bu niyə görədir? Niyə cemaat namazının məxsusiliyi vurğulanır? Bu cemaat namazının məxsusiliyi bundan irəli gəlir ki, sən cemaat namazının ruhiyyəsini həmin o cemaat ərzində hakim tuta biləsən. O ruhiyyə hakim olacaq ki, insanlar bir-birlərinə yardım edə bilərlər, bir-birlərinə əl tuta bilərlər, bir-birlərinə dua edərlər. Bax, onların bir-birlərinin yanında olmağı onlar üçün bir rəhmətdir. Məsələn, deyirlər ki, dəfində iştirak etmək vacibdir. Cənazədə iştirak etmək vacibdir. Evet. Mələklər neçə dəfə insan olmaq arzularını dilə gətiriblər, onun biri də təşkil cənazədir. Yəni, cənazədə iştirak etmək. Cənazə özü cemaatla bərabər edilmiş bir savab əməldir. Evet hocam. Cemaat şəklində. Mələklər onun savabını o qədər görmüş olurlar ki, yəni o qədər savabını çəkirlər ki, kaş biz insan olardı, bu fəziləti, bu savabı bizə yetərdi. Burada da yenə son mənzildə belə öz qardaşını tək buraxmamaq, onu dualarla yad etmək, onun üçün son anında belə xeyri arzulamaq, onun üçün rəhmət Allahdan diləmək və yenə deyəm, bu da hamısı Allah zaviyəsindən məsələyə baxılmalıdır. Allahın bizə buyurmuş olduğu bir əməl baxımından dəyərləndirməlidir ki, bunu Allah bizdən istəyir. Bu məsələdə də riya, göstəriş, şöhrət kimi əməllər, nifaq kimi əməllər bu cemaat
tərəfindən edilən ibadətlərin içərisinə sığmamalıdır. Allah düşüncəsi, tövhid düşüncəsi hakim olduğu müddətdə o ibadətlərin Allah dərgahında dəyəri misilsiz. İndi gəlsək əgər məktubun ikinci tərəfinə, Evet hocam. məktubun ikinci tərəfinə deyir ki, insanlar sənlə həm də insanlıqda qardaşdır. Ola bilər sən eyni dini daşımasınlar. Zaten Misirdə də bir xeyli insanlar var idi ki, onlar İslamiyyəti qəbul edəməmişdilər. Amma Həzrət Əli əleyhissalamın vaqiyə etdiyi göstərişlər onu göstərir ki, baxmayaraq dini sənin dinindən deyil, əqidəsi sənin əqidəndən deyil, bu sənin onlara qarşı ədalətli davranmalarına səbəbiyyət verməməlidir. Evet, sebebiyet vermemeli. Maksimum dərəcədə çalışmalısan ki, ilahi ədaləti dindar və ya qeyri-dindar olsun, arada fərq qoymadan hər birinə tətbiq edəsən. Yəni, və bu məsələlər İslamın gözəlliklərini təqdim edə bilər. İslamın nə qədər ali bir dəyər olduğunu ortaya qoyar. Məsələn, bir nümunə zehnimə gəldi. Evet, buyurun hocam. Həzrət İbrahim əleyhissalam barəsində bir nümunə zehnimə gəldi. Hədislərdə gəlir ki, Həzrət İbrahim əleyhissalam çox həlim idi. Yəni, çox hoşgörülü insan idi. Biz bunu hədislərdə görmüş oluruq. Bu ifadəsi ilə də biz bunu görürük ki, çox həlim idi. Həlim dediği zaman, yəni insanlarla mehriban, insanlarla hoşgörülü davranırdı. Amma həm də Həzrət İbrahim əleyhissalam süfrədə tək oturmazdı. Hər zaman onun süfrəsində kimsə oturardı. Bir zaman süfrəsini açdı, heç kim olmadı. 3 gün o qonaq axtarışına çıxdı, misafir axtarışına çıxdı ki, bir nəfər gəlsin, onunla bərabər süfrəsində otursun, yemək yesin. Evet. Bir nəfər insana rast gəldik, qoca bir insan, yaşlı bir insana, yaşı keçmiş bir insana rast gəldi və onu dəvət elədi ki, gələsən mənimlə bərabər oturub yemək yiyəsən, mənim süfrəmdə oturasan, mənim süfrəmdə olan təamlardan qidalanırsan. Bu başlayan kimi məlum oldu ki, bu ateşə sitayiş edir, oda sitayiş edir. Yəni, tövhid əqidəsində deyil. Evet. Ot pərəstdir. Evet hocam. Hocam gerçekten Ot pərəstliyini ortaya koyduğu zaman İbrahim Aleyhisselam onu dedi, sen benimle eyni süfrədə oturma. Çünkü ben Allah qəbul edirəm, sen benim Allah'ımı qəbul etmirsən. Sen benimle eyni süfrədə otura bilməzsən. değerli hocam, çok güzel anlattınız, çok güzel bilgiler verdiniz. Allah razı olsun. Allah bilginize bereket versin. Kısa bir aramız olacak dilerseniz. Siz de bir nefes Tamam. almış olursunuz. Aranın ardından tekrar devam edelim hocam, olur mu? Tamam. Tamam, teşekkür ederim. Değerli izleyenler, kısa bir aramız olacak. Ardından programımız değerli hocalarımızla kaldığı yerden devam edecek. Değerli izleyenler, programımız kısa bir aranın ardından kaldığı yerden devam ediyor. Değerli Azerbaycan ilahiyatçılarından Samir Azizov hocamız bizlerle birlikteydi. Hocam tekrardan merhabalar.
Merhaba. Merhaba. Evet. Buyurun hocam. Aradan önce sözünüz yarım kalmıştı. Buyurun devam edelim. Ben çaktırmak istediğim hadise İbrahim Aleyhisselam'ın başından geçmiş bir hadiseydi ki İbrahim Peygamber hem insanıydı hem de çok konakperver, misafirperver bir insanıydı. Ama bazen bir hadise zamanı göstermiş olduğu bir hareket Allah tarafından farklı cihetten karşılandı ve Allah-u Teala meseleyi ayrı taraftan, ayrı bir zaviyeden meseleni İbrahim Aleyhisselam'ın karşısında koymuş oldu ki meseleye farklı taraftan bakılmalıdır. Meseleye başka bir bakış açısından bakılmalıdır. O çünkü konak misafir hastasındaydı ve misafiri tahtaya getirdi. Ama misafirin süfre başında etmiş olduğu dua İbrahim Peygamber tarafından karşılanmadı. İbrahim Peygamber dedi yok senden ben bir arada oturabilmem, bir sırada oturabilmem. Neden hocam? O adam oda sitayiş edildi, ateşe sitayiş edildi, ateşperestiydi, otperestiydi. Evet. Allah'a kabul etmiyor. Bu bakımdan o bir Bismillah nefesine öz dininin ettiği bir ritüeli yerine getirmiş oldu. Evet. İbrahim Peygamber tarafından hoş karşılanmak. Ve onu dedi sen benden aynı sırada oturabilmezsen. Bu zaman hemen insan üstünü incidi, çıktı gitti. Allah Müteala tarafından İbrahim Aleyhisselam uyardı ki 80 ildi. O benim süfremin başındadır. Benim nimetlerimden dadı, ben onun əqidəsini hələ indiyə qədər sorğulamamışam. Evet. Ben ona öz nimetini daddırmışam. Onun gel, gönlünü al, ona bildir ki sen dersin, sen beraber bir süre başında okursun. O yeniden o kocanı tuttu ve geldi ondan izin istedi. Üzrxahlıq elədi ki gelsin ondan beraber bir süfrədə otursun. Koca bir maraqlı sual elədi. Dedi ki ne sebep oldu sen beni evvel kovdu sonra beni dəvət elədi. Dedi seni benim Allah'ım istəyir ki sen gelip benimle oturasan bir süfrə başında. Dedi ben senin Allah'ı kabul edirəm. Kelime-i şehadetini getirip o İbrahim Aleyhisselam'ın dinine, Hanif dinini kabul etti. Yani bu yanaşma insanlarda hakim olduğu müddette Allah'ın dinine istimus olacaklar. Allah'ın dinine rağbet yaranmış olacak. Doktor məntiqi zaman öz müsbət tərəflərini cəmiyyətdə ortaya qoymuş olur. Bir insan ki artık hislət olaraq hikmənçilik mövqeyindən heç zaman çıxmırsa, daim kin və nifrətlə bu artıq Allah'ın ölçüləri ilə məsələ, Allah'ın bir tərtibi ilə cəzalandırılmaq. Ama bu da Allah'a qalmış, Allah'ın tərəfindən bir ölçü tərəfindən məsələ ölçülməlidir. Allah'ın özü məsələyə müdaxiləməlidir. Ama insanlara bu bir növ mesela öz agresiyasını, öz kinlərini də onlara qarşılıq olarak göstersinler. İslam dini buna bize icazə verir. İslam dini bize intikam ruhiyesini aşılamır. Evet hocam gerçekten de Kur'an-ı Kerim'de dedi
Buyurun devam edin. Buyurun. Gerçekten de Allah'ın rahmetine Kur'an-ı çok güzel Kerim'de bir bir örnek ayet var. verdiniz. Bir ayet var. Ayette diyor ki kısası hayat var. Kısasta hayat var. Evet. Maraqlı ayələrdən biridir. Burada Allah qisasın təklif olunmasından çox olunmamasını istəyir. Bir növ insan bilsə ki, kiminsə yaxınına qarşı bir hansısa bir qətl hadisəsi törətsə, ondan qisas alınacaq. Və o ona getməyəcək deyə, bu da həyatın davamiyyətinə işarədir. Bu da cəmiyyətindəki nizamın bərqərar olmasına işarədir ki, cəmiyyət bir növ sosial nizamını qoruyur bu məsələ ilə. Əgər sən bilsən ki, kiminsə qanuna qıymış olsan, o sənin özünün və ya əzizlərin qanuna qıymış olar, və sən bu məməldən çəkinərsən. Bu da həyat üçün zəmindir. Evet. İslam dininin yanaşmalarından biridir. Evet. Evet değerli hocam. Allah razı olsun. Ağzınıza sağlık hocam. Çok güzel örneklerle çok güzel açıklamalarda bulundunuz. Seyircilerimiz de bizler de feyz aldık bilginizden. Çok teşekkür ediyoruz. Bu hoşgörü ve barışla alakalı mesela hocam Peygamber Efendimizin döneminde de aynı zamanda şu anda şu dönemde de aynı şekilde bu hoşgörü ve birliğin bu hoşgörü affetme duygusu rahmet günümüzde de Peygamberimizin döneminde de milli o toplum birlik ve beraberliği açısından önemli miydi hocam? İlk növbədə İslam dininin ruhiyyətində bundan ibarət idi ki, yəni lap əvvəlki dövrlərə bir nəzər yetirsək, İslam bayrağı altındadır. Evet. Kur'an-ı Kerim'de maraqlı bir ayə var. Bəqərə surəsinin 208-ci ayəsində Kur'an-ı Kerim belə buyurur. Deyir ki, يَا يُهَلَّذِينَ أَنَّمُ اُدْخُلُ فِي السِّلْمِ كَافَّةً وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ. Ey iman gətirənlər, hamılıqla, bütünlüklə sülhə daxil olun. Şeytanın addımlarını izləməyin. O sizin açıq-aşkar düşməninizdir. İndi fikir verin bu ayənin içərisinə. Baxın, bir hamılıqla, tək-tək yox, hamılıqla daxil olun. Yəni, hamılıqla daxil olduğunuz müddətdə şeytan sizin aranızı pozma imkanından məhrum qalır. İslam dininin həm də zorakılıq dini deyil də sülh dini olduğunu göstərir. Amma bunu həqiqi iman çərçivəsində qeyd eləməliyik. Ki, həqiqi iman burada hakim olmalıdır. Həqiqi iman insanı zorakı bir şəxsə çevirmir. Sülhpərvər şəxsə çevirir. Və bu da həmin coğrafiyada bütün o dəyərləri ilk başında gəlmişdir. Qalan milli duyğular, insanların arasında olmuş olan bütün dəyərlər sülh bayrağının altında bərqərar olmuş olur. Bəzən o təmessübkeşlik, bəzən milli duyğulardan istifadə eləmək ümumi sülh prinsipinin ziddinə tutmuş ola bilər. Amma sülhü bu da hakim qərar vermiş olsa, milli duyğularda təmin olmuş olan insanların özlərinin də şəxsiyyətinə verilmiş dəyərlər öz yerində sabit olar. Bax, bir fikir, bir məsələni də qeyd edin. Bəzən bir cəmiyyətdə sülh etmək, barışmaq
insanlar tərəfindən acizlik nümunəsi kimi təqdim olunur. Yəni sən məsələn 2 nəfəri barışdırmaq istəsək, görərsən ki, tərəflərin içərisində bir növ ego mani olar ki, barışmaq istəməz. O egoda şeytanın yaratdığı egodur. Şeytan sanki sənə bildirmək istəyir ki, sən əgər barışıq üçün addım atmış olsan, aciz olacaqsan. Bu sənin acizliyin göstəricisidir. Nə vada gedəsən, bu addımı atarsan. Amma İslam dini deyir ki, bu şəxsiyyətin böyüklüyünün əlamətidir. İnsan böyük olduğu zaman bağışlaya bilir. İnsan böyük olduğu zaman əfv edə bilir. İnsan böyük olduğu zaman silhə gedə bilir. Bax, bu məsələ çox önəmlidir ki, şeytanın manipulyasiyasına, şeytanın insanları o tətiklədiyi məsələlərdən biri bundan ibarətdir ki, ego mərkəzli, mən mərkəzli bir düşüncəni insanda hakim edir. Sanki sənin barış üçün addımın sayəsində sən altı düşəcəksən, sən alçalacaqsan, aşağı Evet, düşmüş hocam. olacaqsan. Bu konu gerçekten de günümüzde de hepimizin başına gelen, gördüğümüz bir hata, bir yanlış. Bu konuya da değinmeniz çok iyi oldu. Teşekkür ederiz. Ben teşekkür ederim. Evet hocam, ağzınıza sağlık. Allah razı olsun. Çok güzel noktalara değindiniz. Çok güzel açıklamalarda bulundunuz. Güven hocam da bugünkü konuklarımdan bir tanesiydi. Samir hocam o kadar açıklayıcı, anlaşılır, güzel anlatımlarda bulunduk Güven hocam. Size de sormak istiyorum. Hem eklemek istediğiniz noktaları rica edeceğim, hem de sizden de birkaç tane Kur'an-ı Kerim'den bu hoşgörüyle alakalı ayet rica edeceğim. Bismillahirrahmanirrahim. Ben hocama tekrar teşekkür ediyorum. Bugün buraya şeref verdi. Gerçekten kendisi çok kıymetli bir üstattır. Birçok ilim dalında, hususen Ehl-i Beyt Aleyhisselam'ın kelamı, hadisleri ve tarihi konusunda bilgin ve yetkin bir kişidir. Gördük ki burada da biz kendisinden epeyce istifade ettik. Yani kısa da olsa ki vakit azdır. Birçok konuya değindi hocam. Ağzına yüreğine sağlık. Müsaaden olsa ben de birkaç kelam edeceğim inşallah. Hoşgörü ve barış ve merhametle alakalı Allah'ın kitabı, biz geçen hafta da bahsettik bundan ki 6236 mübarek ayetin bulunduğu Kur'an-ı Kerim'in takriben 6000 ayeti sadece bizlerin iyi bir insan olmamızla alakalı, bizlerin ahlaka, etiğe uygun şekilde davranmamızla alakalıdır. Kur'an'ın geçmiş nebilerden, geçmiş peygamberlerden, ümmetlerden, hatta kötü şahsiyetlerden de, ki onlar Allah'ın nebilerine, peygamberlerine karşı gelmişlerdir. Onlara karşı durmuşlardır. Onların yaşadıkları hikayelerde bizler için bir olgu alma vesilesidir. O yüzden Kur'an-ı Kerim'in hangi mübarek ayetini okursak bizler hayatımızı bireysel ve toplumsal olarak düzeltebiliriz. Burada geçen hafta da biz bu konuya değinmiştik. Mübarek Hucurat suresinin 10. mübarek ayetinde, 10. ayetinde Allahu Teala buyuruyor ki innemel mu'minine ihve, bütün müminler kardeştir. Ve devamında da fe aslihu beyne ahaveykum, kardeşlerinizin arasında sulhu, barışı sağlayın. Evet. Burada kardeşlerinizden kastı yine ayetin başında olduğu gibi tüm müminler birbiriyle, tüm iman edenler birbiriyle kardeşse, burada da her inanan insan arasında bizlerin
barışı sağlamamız gerektiği Allah'ın bu ayetinde görüyoruz ki bize emrolunmuş. Emir olmuş. Bu bir emirdir. Tavsiye değil. Değil. Emir. Şöyle bu ayetin başında buyuruyor ki müminler kardeştir. Kardeştir. Evet. Devamında da fe eslihu. O zaman oradaki fe bu anlama geliyor. O zaman barışı sağlayın. Evet. Aranızda bir sorun olmamalı. Bu ayeti o günkü sebeb-i nuzulden ziyade Kur'an'ın birçok özellikle ki olumlu şeylerinde bu ayetin bizlerin her zaman hayatımızda uymamız gereken, örnek almamız gereken, emre itaat edip doğruyu kendimize almamız gereken ayetlerindendir. Bazı ayetleri ki daha çok savaşlarla alakalı olan bazı ayetlere bakıyorsak o günle alakalıdır. Onun bir sebebi vardır. O ayetin sebebi nuzul budur yani. O ayetin inmesinin sebebi demektir. Sebebi nuzul. O belki o dönemle alakalı olabilir. Daha sonra da o ayet tekrar bizim içinde yaşadığımız toplumda, tarihte, zamanda, mekanda geçerli olabilir. Bu ama bizim kendi başımıza çıkarım yapıp ayeti kendimize kullanmamız anlamına gelmiyor. Ne yazık ki din adına tüm dinlerde olduğu gibi İslam dininde de ayetleri kendine göre yorumlayıp diğer din hatta kendi dininden olup kendi görüşlerine uymadığı için tekfire, tekfirciliğe insanlar bulaşabiliyor. Bu sebeple her ayeti okurken demek ki böyle yapmalıyız. Hadi o inanmayanları gördüğünüz yerde öldürün. Bu öyle bir şey değildir. Onu daha ondan sonra o kafiri her işi görene ya işte sen bunu yapıyorsan dinden çıkıyorsun. O zaman da sen de kafirsin. O zaman da bu ayete göre sen de öldürmelisin gibi yorumluyor işte bu tekfirciler. Bu oyuna da gelmemek lazım. Kur'an'ı anlayan insanlardan öğrenip ona göre amel etmek gerekir. Burada ki olumlu bir şeydir. Tüm müminler sizin kardeşlerinizdir. Kardeşleriniz arasında barışı sağlayın, sulh edin. Demek ki bu ayet aslında tüm tekfircilere bir cevap da olabilir. Ki tüm müminler birbirleriyle kardeştir. Onlar ki iman etmişler Allah'a, Resulüne, kitabına, kıyamet gününe bitmiştir, konu kapanmıştır. Kardeştirler ve bunların arasında anlaşmazlıklar olsa da maddi veya manevi inanç açısından, siyaset açısından herhangi bir anlaşmazlıkta da bizim boynumuzdaki olan vazife barıştırmaktır. Daha da ayrıştırmak değildir. Bizlerin Kur'an'dan öğrenmesi gereken bu gibi güzel davranışlardır. Yoksa sürekli kavga eden, sürekli savaşan, sürekli birbirini tekfir eden bir din Allah'ın bize gönderdiği bir din değildir. Bunun farkında olmamız lazım. Bu sadece bu Hucurat suresinin 10. ayeti bizlerin inanan insanlara karşı nasıl davranmamız gerektiğini gösterir. Konu bitmiştir. Yani barış, Kur'an'da barış bundan daha açık ve net bir şekilde anlatılamaz. Kendi kabileniz arasında diyerek sınırlamıyor. Kendi ümmetiniz, kendi bölgeniz, kendi akrabalarınız, kendi aileniz arasında diyerek de sınırlamıyor. Tüm inananlar kardeştir. O zaman kardeşler arasında barışı sağlayın, barışı koruyun diye buyuruyor Allahu Teala. Yine Tegabun suresinin 14. ayetinde bu ayetle alakalı önce bu ayet niye inmiş? Bu ayet neden gelmiş? Allahu Teala neden bu ayeti nazil etmiş? Onu bir inşallah anlatmaya çalışayım bu kısa sürede. Tegabun suresi 14. ayetinde o sizin işte eşlerinizden, evlatlarınızdan size karşı olan, size düşmanlık edenler olacaktır. Allahu Teala ayetin devamında şöyle buyuruyor ki onları bağışlayın, görmezden gelin, onları affedin. Şüphesiz Allah
bağışlayandır, affedendir. Burada neyi kastetti? Kim, niye düşmanlık ediyor? Bu hicret Müslümanlara geldiğinde, hicret emri geldiğinde Mekke'den Medine'ye hicret eden insanların bazılarının çocukları ve eşleri bundan razı değildi. İman edenler içinde dahi. Hicret emrinde. Evet, yani hatta bunu Ali İbni İbrahim İmam Bakır Aleyhisselam'dan, İmam Muhammed Bakır'dan soruyor ki bu ayette neyi anlatıyor Allahu Teala, bu niye bu ayet indi diye. İmam Muhammed Bakır Aleyhisselam buyuruyor ki o hicret ayeti geldiğinde bazıları Medine'ye hicret etmek istediğinde işte çocukları, eşleri tabiri caizse onun eline ayağına yapıştılar, eteğinden tuttular. Ant veriyoruz Allah'a, gitme. Bizi burada bırakma. Burada kalalım. Yani bunu da göze almak istemediler. Belki hayatlarından, belki yaşamlarından, belki aile akrabalarından vazgeçmek istemediler. Sebepleri çok dakik bilemeyiz. Kişiden kişiye elbette değişebilir. Orada bazıları diyordu ki yok ya şimdi geleceksiniz ve eğer gelseniz dahi benden sonra, ki durum öyle olacak, görünen odur ki dönmek zorunda kalacaksınız birçoğunuz. Sizde düşmanlık edeceğim. Siz şu an benim peşimden gelmiyorsunuz. Herhalde Hazreti Nuh'un meselesi geldi belki de akıllara. Evet hocam. Eğer gelmezseniz, daha sonra dönseniz dahi tabiri caizse sizin yüzünüze bakmayacağım. Medine'de artık benim yanımda olmayacaksınız diye bazıları da bu şekilde aileleriyle kötü ayrılıyordu. İşte Allahu Teala burada bu ayette buyuruyor ki evet, onlar size karşı bir yanlış yapıyorlar, düşmanlık ediyor olabilirler. Bunları siz ne kadar görmezden gelseniz, ne kadar bağışlasanız, ne kadar onlara merhamette bulunsanız Allah da size o kadar bağışlar, o kadar size merhamette bulunur. Evet. Yani bakın, buradaki durumun ciddiyeti şudur. Ayet var. Bu bazı insanlar, bazı aile fertleri Allah'ın ayetine, Resul-i Ekrem'in emrine karşı işte eşlerini, ailelerinde her kimse engel oluyor. Allahu Teala buyuruyor ki affedin onları. Görmezden gelin. Siz affedin ki Allah da sizleri affetsin. Allah en güzel bağışlayandır, affedendir. Evet. Bu da yine o ayetlerden biridir. Son olarak hoşgörüyle alakalı da bir şey diyeyim inşallah. Evet, buyurun. Programımızın sonuna geldik. Evet. Taha suresinin 44. ayetinde Allahu Teala Firavun'la konuşmaya gönderdiğinde diyor ki onunla öyle konuşun ki yumuşak dille. Bakın, yumuşak dille. Yani sert bir şekilde konuşmayın. Belki o da düşünür. Belki Allah'a iman getirir. Belki korkar içten içe. Konu uzun olduğu için anlatamıyorum ama o kelimenin orada oturma sebebi şudur. Yani korkar derken yumuşak bir şekilde konuşsa niye korksun? Kendinden emin şekilde konuştuğunu düşündürür. Şöyle, yani şu akla gelebilir. Onunla yumuşak dille konuşun, belki o düşünür, aklı başına gelir veya korkar. Niye korksun ki? Yani sen yumuşak dille konuşuyorsan neden korksun? Burada anlam şudur. Yani içten içe bir korku düşer. Ya bu gelen Allah'ın nebisi geldi, benimle böyle konuştu. Yumuşak dille anlattı. O yumuşak dille anlattı. Bir kere gönderdiği Allah'ın emrini, Allah'ın gönderdiği bu nebi benimle konuşurken bir kere ahlakına, onun davranış biçimine karşı bir içinde onun da yumuşama olabilir. Sen eğer sertçe konuşursan, herhangi bir mesele olsun. Burada sizle benim aramda anlaşamadığımız, farklı görüşlü olduğumuz herhangi bir meselede ben eğer size bağır çağır konuşursam,
Siz benim ne anlattığımı duymazsınız. Benim bağırış ve çağrışlarımı duyarsınız. Evet. Ben Tabii. hakaretamiz veya argo kelimelerle kabaca konuşursam siz işte sadece o kaba kelimeleri duyarsınız. Benim saygısızlığımdan dolayı söyleyeceğim şey hak dahi olsa bunu almayacaksınızdır. İşte Kur'an-ı Kerim'de Allahu Teala Firavun'a dahi diyor ki ona yumuşak dille konuşun. Yumuşak şekilde anlatın. Belki aklı başına gelir ya da içten içe korkar. Evet. Çünkü yumuşak dille konuştuğun zaman senden korkmaz o insan. Yumuşak dil şu anlamda korkar. İçten içe ya acaba doğru mu diyor. Bu kadar ahlaklı bir şekilde gelmiş bana anlatıyor. Ve sen düzgün bir şekilde yumuşak dille bunu anlattığın zaman senin ne demek istediğini anlayacak. Anladı ve içinde belki bir korku oluşacak. Ahiret günüyle alakalı. Evet. Allah'a iman etmekle alakalı. Evet. Bu sebeple Kur'an-ı Kerim'de ve Ehl-i Beyt aleyhisselamın tüm nebilerin hepsine selam olsun ki hocamız bunu çok güzel anlattılar. Hayatlarında, Kur'an'ın ayetlerinde, hadislerde, sünnette, rivayette, tarihte bu gibi şahsiyetlerin insanlarla hoşgörülük konuşma ve davranış biçimleri, barışı sağlamak, affetmek. Bakın herkes kardeştir. Tüm müminler kardeşler arasında barışı sağlayın. O ki onlar hicret etmek istediği zaman karşı gelenler vardı. Sizin ailenizden eşiniz veya çocuğunuz veya kardeşiniz. Onları da affedin, bağışlayın, görmezden gelin. Evet. Allah da sizi affetsin Affetsin. diyor, buyuruyor ayette. Ve yine Firavun'la bile konuşurken yumuşak dille konuşun. Belki aklı başına gelecektir. Belki içten içe korkacak ve Allah'a iman edecektir diyor. Bu üç ayette bunu anlayabiliriz ki: bir, herkes kardeştir, barışı sağlayacağız. İki, hoşgörülü olacağız birbirimize karşı, konuşma şeklimizde dahi ki en karşı olan, kendini Tanrı yerine koyan Firavun'la dahi düzgün dille konuşacağız. Yumuşak dille konuşacağız ki o da belki anlasın ve iman etsin, aklı başına gelsin. Ve size, hatta Allah'ın emrini yapmakta bile size sevgisinden, Allah'a karşı olduklarından değil, anlayamadıklarından, kavrayamadıklarından karşı gelen aile fertlerinize de bir görmezden gelin. Evet. Affedin, bağışlayın ki Allah bağışlayanların en iyisi, en rahmetlisidir diye buyuruyor. Bu üç ayet bizlere bu konuda bir rehber olabilir. Kur'an'ın her ayeti, Evet. Nebi, tüm nebiler, Resul-i Ekrem ve Ehl-i Beyti her anlamda bize rehberdir. Bu ayetler de bu meseleler için bizlere rehber olan ayetlerden olacaktır inşallah. Evet. Teşekkür ederim. Ben Ağzınıza teşekkür sağlık. ederim. Evet, değerli Samir Hocam, bu akşam programımıza konuk oldunuz. Allah razı olsun. Ağzınıza sağlık. Çok güzel bilgiler de verdiniz bizlere. Güzel notlar da aldık inşallah. İlerleyen programlarda tekrar sizleri misafir etmek isteriz hocam. Tekrar ağzınıza sağlık. Hayırlı akşamlar diliyorum hocam size. Değerli Hayırlı akşamlar. Teşekkürümü bildiren, Dilar Hoca'nın teşekkürümü bildiren ki kısa bir zaman ağzında biz ondan çok faydalandık. Allah vücudunu bir baba etsin. Allah razı olsun hocam. Çok kıymetlisin bizler için, Türk dünyası için. Ehl-i Beyt coğrafyasında önemli yer olan üstadlardan birisin. Bizleri bugün çok onurlandırdın. Çok teşekkür ediyorum. İnşallah yakında seni yine bu stüdyoda görmek isteriz aynı zamanda. En kısa zamanda bekliyoruz. Diğer programlarda da görüşmek üzere. Nefesine, sesine, yüreğine, ilmine sağlık. Allah ilmini daha da arttırsın. Seni Türk dünyasına, Türk Ehl-i Beyt dünyasına çok görmesin inşallah. Sağ olasın. Çok sağ olun. İlhan Hocam, size de teşekkür ediyorum bu akşamki programımıza konuk oldunuz. Çok sağ olun. Evet değerli izleyenler, bu hafta programımızın sonuna geldik. Çok değerli iki konuğumla çok güzel konular konuştuk. Önümüzdeki haftada aynı günde aynı saatte tekrar görüşmek üzere. Hoşça kalın.